Bu sual demək olar ki, hər il qəbul imtahanına düşür. Şəkli analiz eləsək, baxarıq ki, bir rezistor var, bir termistor var. Rezistor metal cisimdir, termistor yarım keçirici adlandırılır. Rezistora heç nə eləmir. Şərtdə bizə deyir ki, termistor qızdırılarsa, yəni yarım keçirici cihazı qızdırsaq. Biz bilirik ki, qaydada termistor yarım keçirici cihazdır və yarım keçiricinin müqaviməti temperaturdan tərs mütənasib asılıdır. Yəni, əgər termistor qızdırılarsa, onun temperaturu artır. Temperatur müqavimətdən tərs mütənasib asılı olduğuna görə müqavimətimiz azalacaq. I bərabərdir U bölünsün R düsturundan müqavimət azalan yerdə gərginlik də azalacaq. Çünki düz mütənasib asılıdır. Deməli, gərginliyimiz azaldı. Gərginliyi də bizə bildirən voltmetrdir, yəni voltmetrin göstərişi. Deməli, V2 voltmetrin göstərişi azalacaq. Bəs V1 nə olacaq? Əgər V2 voltmetri azalırsa, V1 voltmetri artmalıdır ki, ümumi dövrədəki gərginliyimiz sabit qalsın. Yəni, V1 artar, V2 azalar. A variant.